Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban Allah'ın adıyla. Allah'ın seni sevdiğini necə bilə bilərsən? Bəzən insan qəlbinin dərinliklərində bir sualın səsini eşidir. Mən Allah'ın sevdiği bir bəndəyəmmi? Həyatın sınaqları içində boğularkən, dualarına cavab gözləyərkən, hərdən bu sual insanın ruhunu titrədir. Amma Allah'ın sevgisini anlamaq üçün uzağa getməyə ehtiyac yoxdur. O izlərini sənin qəlbində qoyub. Qəlbin ona can atırsa, bu sevginin əlamətidir. İnsan sevmədiyi bir şeyi axtarmaz. Əgər qəlbində Allah'ı tanımaq, ona yaxın olmaq arzusu varsa, bil ki, bu onun sənə verdiği bir lütfüdür. Çünki Allah istəmədiyi bəndəni özünə tərəf çağırmaz. Günah etməyin səni narahat edirsə, Allah səni sevir. Sevdiyini tərk edən bir insanın qəlbi sızıldayar. Əgər bir günah işləyəndə vicdanın səni sıxır, qəlbində narahatlıq hiss edirsənsə, bil ki, bu Allah'ın sənin ruhuna qoyduğu bir işıqdır. Qəlbi tamamilə qaranlığa qərq olmuş insan artıq günahın fərqində belə olmaz. Çətinliklər səni təmizləyirsə, o səni unutmayıb. Bəzən həyatın ağırlıqları altında sıxıldığında düşünürsən ki, Allah səni unudub. Lakin bil ki, Allah sevdiği bəndələrini sınaqlarla saflaşdırır. Yağışı torpağa göndərdiyi kimi, çətinlikləri də sənin ruhunu yumaq üçün göndərir. Çünki o, səni cənnətinə hazırlayır. Bəzən elə olur ki, dua edirsən, amma dərhal qəbul olmur. Bu Allah'ın səni imtina etmək üçün yox, səbir etməyi öyrətmək üçün gözlətməsidir. Çünki sevdiyinə ən gözəlini vermək istəyir. Bəlkə də sənin istəyindən qat-qat xeyirlisini hazırlayır. Tövbə qapısı üzünə hələ açıqdırsa, bu sevgidir. Dünyanın qaranlıq yollarında nə qədər uzaqlaşsan da, Allah'ın mərhəməti həmişə sənin arxandadır. Bir anlıq tövbə etsən, bütün keçmişini silməyə hazırdır. Bu ancaq sonsuz bir sevginin göstərə biləcəyi mərhəmətdir.